4 aprel 2025-ci il Ağcabədi rayonunun Hindaq qəsəbəsində olan qəhrəman şəhidimiz su təyinatlıların giziri, tabuta sığmayan şəhidimiz Qarayev Dilsuz Məmmədağa oğlunun bu günləri anım günüdür. Şagirdlər, kənd cəmaatı, rayonumuzun axındı, şəhid ataları, şəhid anaları bu günləri şəhidimizi ziyarət etmək üçün cəm olubdular. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, bütün şəhid analarına, atalarına səbir versin. Şəhidimizin, qəhrəmanımızın anası, qardaşı. Əkini güldürərsən. Ay baba. Ay baba. Gelin kulaklarına var baba. Şehitleri kurban hamsın benim babam. Ay kızım. Hamsına balalar kurban. Bak yine balağım mümkün günler kurban. Arkasını yere Gelin kulaklarına kurban. Zehmet çekenlere kurban. hamsına kurban. Şehitleri insanlar. Hamsın özüm kurban. Təkirəm. Əziz, hörmətli tədbir iştirakçıları, hər birimizə məlumdur ki, 2016-cı il aprel ayında mənfur düşmənlərimiz yenə təxribat törədərək Azərbaycan torpaqlarına qarşı hücuma keçdilər. Və bu hücumun qarşısını almaq üçün Azərbaycanın igid oğulları silaha sarılıb düşmənə layiqli cavab verdilər və o silaha sarılan igid oğullarımızdan biri də Hindaq qəsəbəsinin payına düşdü. Qəhrəman bizim igidimiz, su təyinatların giziri, əfsanəvi döyüşçü Qarayev Dilsuz Məmmədağa oğlunun bu günləri anım günüdür və şəhidimizin doğmalarını, əzizlərini bu günləri Ağcabədi şəhid anaları, ataları, eləcə də Hindaq qəsəbə cəmaatı və uzaqdan, yaxından gələn tədbir iştirakçıları tək qoymadılar. Bu günləri şəhidimizin məzarını ziyarətə gəlibdilər. Mən istərdim ki, ilk öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə şəfa versin, veteran qardaşlarımızı qutlu olsun. İlk öncə
bütün şəhidlərimizin elə ruhuna bir Quran oxuması üçün Ağcabədi rayonunun baş axundu Hacı Röyanı dəvət edirəm, buyursun. Şəhidlərimizin ruhuna bir Quran oxusun. Sonra tədbir iştirakçılarına söz verəcəyik. Hac ruhlarına selavat hədiyyə edir. Allah bütün şəhid ailələrinə, atalara, analara, qardaş bacılara, şəhid xanımlarına, şəhid övladlarına səbr əta etsin deyə sələvat edir. Bu əziz qardaşlarımın qanı bahasına bərpa olan suverenliyimiz, müstəqilliyimiz, azadlığımız əbədi olsun deyə Allah Azərbaycan dövlətin daha da qüdrətli eləsin deyə, dövlətçiliyimiz daha da möhkəm olsun deyə sələvat edir. Allahümme salli ala Muhammedin ve ali Muhammed. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى والذي أخرج المرعى فجعله غثاء أهوى سنقرئك فلا تنسى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى ونيسرك لليسرى فذكر إن نفعت الذكرى سيذكر من يخشى ويتجنبها الأشقى الذي يصلى النار الكبرى ثم لا يموت فيها ولا يحيا قد أفلح من تزكى وذكر اسم ربه فصلى بل تؤثرون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي الصحف الأولى صحف إبراهيم وموسى. بسم الله الرحمن الرحيم. والضحى والليل إذا سجى ما ودعك ربك وما قلى وللآخرة خير لك من الأولى ولسوف يعطيك ربك فترضى ألم يجدك يتيما فآوى ووجدك ضالا فهدى ووجدك عائلا فأغنى فأما اليتيم فلا تقهر وأما السائل فلا تنحر وأما بنعمة ربك فحدث. صدق الله العلي العظيم. سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين.
Allahümme nevvir kulubena bi nuril Kur'an ve Amin. şerafetil Kur'an. Amin. Okunan surelerin sababını tapşırırıq mərhum şəhid qardaşımızın timsalında bütün Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhuna, bütün şəhid atalarının, analarının, əzizlərinin və bizlərin adından bi haqqı hürməti surəti Fatihə. Babasının babasına kurban. Çekiciler deftere Tabii yaxşı. İlk öncə istərdim ki, qəhrəman şəhidimizin şəninə yazdığım bir şiiri deyəm. Allah Hacı Mirələm dayıya da can sağlığı versin ki, bu şiirin yazılma səbəbkarı o kişi oldu. 3 günü bu mağara girəndə elə bir ki, sanki mənim boynuma bir yük qoydu ki, şair, yaxın gəl şəhid haqqında sənə məlumat verim. Çünki şəhid haqqında da bir şiir yanasan. Dilsizin 3 günü, yəni dilsiz haqqında yazılan ilk şiirdir. Qartal təşriqadın düşmən üstünə, elin igid oğlu şəhid dilsizim. Şahin tək oğlunun durdun qəsdinə, elin igid oğlu şəhid dilsizim. Darda vətənimin dadına yetdin, sinəni düşmənə sən sipər etdin, bayrağa bürünüb cənnətə getdin, elin igid oğlu şəhid dilsizim. Vətən qorumağı könüllü seçdin, şəhidlik şərbətin həvəslə içdin, rəhbərin Hüseynin məktəbin keçdin, elin igid oğlu şəhid dilsizim. Vətən daim sənlə qürur duyacaq, doğma Qarabağım azad olacaq, ordumuz qisasın geç tez alacaq, elin igid oğlu şəhid dilsizim. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. İndi isə çıxış üçün söz verilir. Ağcabədi rayonunun icra hakimiyyətinin şəhid ailələri üzrə şöbə müdürü Şöhrət müəllim Orucova və eləcə də səfərbərlik və həqiqi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəis mavini Mayor Elçin Hüseynova. Xahiş edirəm, hər ikisi buyursun, bugünkü gündə onlar da özlər sözlərini desinlər. Yine kesin tarafları.